Salam uşaqlar, bugünkü mövzumuz elektrik hərəkət qüvvəsidir. Biz əvvəlcə burada sadə bir dövrəyə baxsaq, bu dövrəmizdə bir müqavimətimiz, deməli qoşulmuş voltmetrimiz və ampermetrimiz var. Biz bilirik ki, dövrədə cərəyan yaranması üçün birinci şərtlərimizdən biri, deməli, orada potensiallar fərqinin olması idi. Məsələn, biz deyirdik ki, potensialı fi A nöqtəsinin potensialı əgər fi B nöqtəsinin potensialına böyükdürsə, deməli, məsələn, fi A burada olsun, fi B'miz burada, bu hissədə. Biz deyirdik ki, potensial çox olan hissədən az olan hissəyə doğru cərəyan axırdır. Əgər potensiallar fərqi yaranmazsa, potensiallar bir-birinə bərabər olarsa, orada gərginlik yaranmayacaq. Çünki gərginliyimiz nəyə bərabərdir? Gərginlik bərabərdir fi A çıxılsın fi B'yə. Əgər fi A ilə fi B bir-birinə bərabərsə, bir fərq yaranmırsa, onda gərginlik sıfıra bərabər olacaq. O dövrədən cərəyan keçməyəcək. Biz baxsaq bu sadə dövrəyə, bu dövrədə də müəyyən bir vaxtdan sonra artıq potensiallar bərabərləşməyə başlayacaq. Ona görə də buradan cərəyan keçməsi artıq bir növ dayanmış olacaq. Ona görə də biz bu dövrədə yenilik gətiririk. Biz deyirik ki, burada yeni bir mənbə daxil edək. Bu bizim cərəyan mənbəmizdir. Uşaqlar, mənbəyin iki qütbü var. Görürsünüz, uzun olan qütbü biz deyirik müsbət qütbü, daha qısa olan qütbü isə deyirik ki, mənbəyin mənfi qütbüdür. Bizim bu mənbəmiz daxilində olan proseslər, yəni kənar qüvvələrin hesabına naqilin uclarında potensiallar fərqi yaradır. Həmin bu potensiallar hesabına da, bu fərq hesabına da yük daşıyıcılar davamlı olaraq istiqamətlənmiş hərəkət edirlər və dövrədə də bu şəkildə cərəyan yaranmış olur. Görürsünüz uşaqlar? Bax, belə cərəyanımız yaranıb başlayacaq keçməyə. Deməli, burada biz dedik ki, kənar qüvvələr var. Biz dedik ki, elektrik hərəkət qüvvəsindən danışıq. Bizim dərsimizin məğzi, əsası elektrik hərəkət qüvvəsidir. Elektrik Uşaqlar, elektrik hərəkət qüvvəsi ümumiyyətlə epsilondan işarə olunur. Epsilonumuz elektrik hərəkət qüvvəmizdir. Biz burada kənar qüvvələrdən danışdıq. Kənar qüvvələrin işi A ilə işarə olunacaq və yükümüz də Q ilə işarə olunmuş olacaq. Uşaqlar, elektrik hərəkət qüvvəsi nəyin daxilində oldu? Mənbənin daxilində elektrik hərəkət qüvvəmiz yaranmış oldu dedik. Uşaqlar, mənbənin daxilində elektrik hərəkət qüvvəsi varsa, deməli bu bir növ gərginlik rolunu oynayır. Gərginliyin vahidi nə idi? Volt idi. Ona görə elektrik hərəkət qüvvəsinin vahidi də volt olacaq. 1 volt bərabərdir. Burada A-nın vahidi joule-dur işin, Q-nün vahidi isə kulondur. Deməli 1 volt bərabərdir joule bölünsün kulona. Bunu da qayda dəftərinizə qeyd edin. Daha sonra uşaqlar, burada bir elektrik hərəkət qüvvəsi yarandısa, biz deyirdik ki, yuxarıda bir müqavimətimiz var, xarici müqavimətimiz. Bu mənbənin daxilində də özünə məxsus bir müqavimət var. Bu da bizim daxili müqavimətimizdir. Bu da kiçik ellə işarə olunmuş olacaq. Ona görə də uşaqlar, gəlin tam dövr üçün düsturları çıxardaq. Onda düsturları çıxarsaq biz deyə bilərik ki, cərəyan şiddəti üçün düstur yazaq. Biz deyək ki, tam dövrə hissəsi üçün Ohm qanunu. Tam dövrə Uşaqlar, adi halda Ohm qanunu biz bilirdik ki, I bərabərdir, U bölünsün R şəklində idi. Bizim tam dövrə üçün Ohm qanunu isə bu şəkildə olacaq. I bərabərdir. Biz dedik ki, U-nun yerinə nə gəldi burada? Elektrik hərəkət qüvvəsi. Yaxşı, bizim adi dövrəmizdə bir dənə müqavimət var idi. Axı, burada yeni bir müqavimətimiz də oldu, daxili müqavimətimiz də oldu. Ona görə də müqavimətləri burada nə etməliyik? Toplamalıyıq. R plus R şəklində. Bu da bizim cərəyan şiddətinin düsturudur. Uşaqlar, yaxşı, gərginlik üçün düstur çıxarsaq, U bərabərdir. Normalda bizim gərginliyin düsturu necə olurdu? U bərabərdir, I vurulsun, R şəklində olurdu. Yenə də eyni şəkildə sadəcə I-nin yerinə gətirib bu yuxarıda aldığımız ifadəni qoyacağım. Epsilon bölünsün R plus R yazacağım I-nin yerinə. Vuracağım. U vurulsun R değil mi?
Bir dənə də böyük evə vuraram. Baxın, bu da U-nun təzə düsturu. Bundan əlavə nə etmək olar? Uşaqlar, yuxarıdakı bu düsturu gəlin çarpaz vuraq. Deməli, onda olacaq epsilon bərabərdir. I-ni əvvəlcə bu evə vururam. I vurulsun ev. Üstə gəlinsin, sonra i-ni kiçik evimizə vururam. Uşaqlar, i vurulsun ev bizə nəyi verir? Gərginliyi. Onda yazaram epsilon bərabərdir. U plus i ev. Onda buradan gərginliyi tapsam, gərginliyi üçün təzə bir düstur təzədən alıram. Qara ilə yazın. U bərabərdir. Epsilon çıxılsın i ev şəklində. Göz uşaqlar. Təzə dövrələrimiz üçün 3 dənə düstur aldıq. Birincisi cəryan şiddətinin düsturudur. Biz deyirdik U bölünsün ev idi. U-nun yerinə epsilon qoyduq. Evin yerinə ev plus ev yazdıq. Daha sonra gərginliyin düsturu I vurulsun ev olduğuna görə i-nin yuxarıdakı ifadəsini böyük evə vurdum. Daha sonra yuxarıdakı düsturu çarpaz vuranda təzə bir, yeni bir U üçün düstur almış olduq. Baxın bu şəkildə. Bundan əlavə, əgər mən qrafiklərə baxsam, gəlin bu keçmiş dərsin düsturlarını silək, bunları xatırlatmaq üçün çəkmişdim. Deməli, əgər qrafiklərə baxsaq, birinci üçün olan qrafiklərə baxaq. Uşaqlar, i-nin epsilondan asıllığına baxaq. I-miz, cəryan şiddətimiz epsilondan düz mütənasib asılıdır. Yaxşı, bəs i evdən necə asılıdır? I evdən isə tərs asılıdır. Amma kiçik ev olduğuna görə müəyyən bir qiymətdən tərs asılılıq yazılır. Daha sonra U-nun evdən asıllığına baxsaq əgər, baxın bu qrafikdən. U, gərginlik evdən necə asılıdır? Uşaqlar, gərginlik deməli evdən bu şəkildə asılıdır. Bizim buradakı deməli ifadəmiz isə epsilonu vermiş olacaq. Daha sonra bu düstur üçün bir qrafik çıxarsaq, biz baxmaq istəyirik ki, bizim gərginliyimiz cəryan şiddətindən necə asılıdır? Gərginlik cəryan şiddətindən necə asılıdır? Uşaqlar, yadda saxlayırsınız. Əgər gərginliyimiz sıfıra bərabər olarsa, gərginlik sıfıra bərabər olsa, onda bizə digər qiymət epsilonu verəcək. Həmişə yadda saxlayın. U-nun aşağısındakı bu maksimal qiymət bizə epsilonu verir. I-nin yanındakı bu maksimal qiymət isə bizə başqa yeni bir kəmiyyət verəcək. Gəlin indi o kəmiyyətlə tanış olaq. Uşaqlar, gəlin i-nin düsturunu əvvəlcə bura yazım. I bərabərdir. Epsilon bölünsün. R plus R yazırdıq. Uşaqlar, baxın, bir dənə naqilim var mənim. Buradan cəryan axır. Sağa doğru. Bu naqildə təbii ki, biz bilirik ki, müqavimət var da. Müqavimət nədir? Naqilin içərisindəki oradakı atom kristalları. Deməli, uşaqlar, əgər bu müqavimət sıfıra yaxınlaşsa, sıfır olsa, yəni müqavimət olmasa, baxın bu şəkildə, nə baş verəcək? Buradan ifrat dərəcədə cəryan keçməyə başlayacaq. Cəryan o qədər çox keçəcək ki, artıq biz bilirik də, naqildə istilik miqdarı adlanan kəmiyyətimiz var idi, böyük Q. Onda naqil qızmağa başlayacaq və əriyəcək, yapışacaq və orada artıq yanğın baş verə bilər. Biz ona deyirik ki, qısa qapanma. Məsələn, çox vaxt xəbərlərdə eşidirsiniz, deyir ki, evlər qısa qapanma nəticəsində yandı. Qısa qapanmanın onda düsturunu tapsaq, cəryanın qısa qapanma qiyməti, sonra dedik ki, ev sıfır olarsa, onda düsturumuz nə oldu? Epsilon bölünsün, ev şəklində oldu. Baxın, bu da bizim təzə düsturumuzdur. Bunu da mütləq şəkildə yaxşı öyrənin, qısa qapanmanın düsturu budur. Uşaqlar, fikir verin, deməli, onda biz deyərik ki, i-nin buradakı maksimal qiyməti i qısa qapanma deməkdir. Nə zaman i görsəz, onun yanındakı bu qiymət i qısa qapanmadır. Nə vaxt ki, u görsəz, onun yanındakı o qiymət bizim epsilonumuzdur. Elə bilirəm ki, uşaqlar, burada çətin bir şey yoxdur. Hər şey bizə aydın oldu. Bundan əlavə, bizə burada suallarda düşə bilər ki, faydalı iş əmsalı,
Uşaqlar, faydalı iş əmsalı biz bilirik də fiil adlanır. Eta ilə işarə olunur. Gəlin baxaq, etamızın düsturu burada nə olacaq? Uşaqlar, eta bərabərdir. U bölünsün epsilon. U-ya kimi yadda saxlaya bilərsiniz. U bölünsün epsilon. Gəlin baxaq, davam edək. Uşaqlar, U-nun düsturu nə idi? I vurulsun R idi. Bəs epsilon düsturu nə idi? Bayaq tapdıq axı yuxarıda. Biz buradan epsilonu tapanda, baxın, i-ni əgər mən burada mötərizə xaricini çıxarsam, R plus R olmuş olacaq. Gətir bir yerinə qoyaram. I vurulsun R plus R. Görürsünüz, i-lər ixtisar gedir. Yəni, faydalı şəmsal üçün təzə bir düsturumuz alındı. R bölünsün R plus R şəklində. Bunu başqa cür necə tapmaq olardı? U bölünsün epsilon yazaram. Uşaqlar, U-nun düsturunu bayaq aldıq da biz. Biz dedik ki, U bərabərdir, I vurulsun R-dir. I-nin yerinə biz yazırdıq epsilon bölünsün R plus R. Vururduq bir dənə böyük R-ə. Epsilonumuz da olduğu kimi aşağı qalsın. Görürsünüz, epsilonlar ixtisar gedəndə yenə də cavabımız alındı. R bölünsün R plus R şəklində. Yəni, bu da bizim faydalı iş əmsalımızın düsturlarıdır. Yəni, hardan çıxır? Bunu buradan görə bilərik. Yenə də tam dövrə üçündə biz Joule-Lenz qanunundan danışa bilərik. Q-nun düsturları necə ki birinci mövzuda öyrənmişdik. I kvadrat R idi. Burada da eyni şəkildə olacaq. U kvadrat böl R vurulsun T və yaxud da IUT şəklində. Bundan əlavə ardıcıl birləşmədə Q ilə R düz asılı olur. Səbəb nədir? Səbəb oydu ki, Q-nun düsturu biz dedik axı, ardıcıl birləşmədə I kvadrat RT-dən istifadə edirdi. Ona görə Q burada R-dən düz asılıdır. Paralel birləşmədə isə Q bərabərdir U kvadrat böl R vurulsun T-dən istifadə edirik. Ona görə də Q ilə R tərs asılı olur. İnşallah istəyirəm mövzuyla bağlı bir-iki testə baxaq. Sizin üçün asan gəlsin. Məsələn, ikinci suala baxsaq, biz demişdik ki, i-nin yanındakı həmişə nə olurdu? Bizim i qısa qapanmamız olurdu. I qısa qapanma. Əgər buradakı ədədi istəsəydi, bu bizim epsilon olacaqdı. Yəni, elektrik hərəkət qüvvəsi olmuş olacaqdı. Məsələn, dördüncü sualda deyir ki, qısa qapanma cərəyan şiddəti biz bildik ki, öyrəndik ki, epsilon bölünsün R-lə işarə olundu. Çünki i-nin düsturu epsilon bölünsün R plus R idi. Bizim böyük R-imiz qısa qapanmanın şərtində 0 olduğu üçün epsilon bölünsün R qalmış oldu. Daha sonra qısa qapanmanın şərti hansıdır? Təbii ki, R yaxınlaşır 0-a. 10-cu suala baxsaq, faydalı şəmsalı biz gördük ki, R bölünsün R plus R idi. Daha sonra baxaq 12-ci suala. Mənbəyin daxili müqavimətini hesablayın. Uşaqlar, daxili müqavimətimiz bizim kiçik R-imizdir. Yaxşı, hardan hesablaya bilərəm? I qısa qapanmanın düsturundan. Qısa qapanma bərabər idi, epsilon bölünsün kiçik R. Onu mən buradan kiçik R-i tapsam, epsilonumuz neçə idi? U-nun yanındakı böyük ədəd 12. Qısa qapanmamız neçə idi? I-nin yanındakı böyük ədəd böl 6. Yəni cavabımız eləyəcək 2, 10. Məsələn, uşaqlar, burada mənbəyin qısa qapanma cərəyan şiddətləri 2 dəfə fərqlənirsə, daxili müqavimətləri müqayisə edin deyir. Uşaqlar, mənbəyin deməli, qısa qapanmalarını müqayisə edirəm. Si qısa qapanmanın düsturu nədir? Epsilon bölünsün R şəklindədir. Bizə deyir ki, daxili müqavimətləri müqayisə edin. Daxili müqaviməti tapanda R bərabərdir. Yazıram epsilon bölünsün I. Qısa qapanma. Onda mən yazsam ki, əgər R1 bölünsün R2 bərabər eləyərəm. R epsilondan düz asılıdır. Epsilon 1 bölünsün epsilon 2 yazaram. Vurulsun. I qısa qapanmadan isə tərs asılıdır. I qısa qapanma 2 bölünsün I qısa qapanma 1-ə. Bu şəkildə hesablaya bilərsiniz. Daha sonra uşaqlar, bu sualımızda necə həll edirik? 16-cı suala fikir versəniz, əgər evlər qarşı-qarşı olanda bölünürdü, R bölü 2 olur. Burada isə 3 dənədir, ona görə oldu R bölünsün 3. Burada da bir dənə R-imiz var. Uşaqlar, bu R-ləri toplayırıq, yekun R tapırıq. Cərəyan şiddətinin düsturunu da tapanda epsilonu bölürük biz nəyə? R plus kiçik R-ə. Burada da bir dənə kiçik R-imiz var. Böyük R tapandan sonra qiymətini yerinə qoyub hesablayırsınız. 18-ci sualda bizə deyir ki, sıxacılara qoşulmuş voltmetr dövrə açıq olduqda, ay sağ ol. Bunu deməli qaydada bir dənə baxarıq biz.
Deməli, bunun qaydası belədir. Əgər dövrə açıq olarsa, dövrə açıqdırsa, biz bilirik ki, orada gərginlikdən söhbət aça bilmərik. Oradan gərginlik olmayacaq. Ona görə də açıq dövrə elektrik hərəkət qüvvəsinin, qapalı dövrə isə, qapalı olanda isə gərginliyi ölçmüş olacaq. Deməli, 18-ci suala deyir ki, açıq olanda, yəni epsilonumuz 8-dir, u'muz isə 5-dir. Bizdən faydalı şəmsalını istəyirsə, etanın düsturu nə idi? UE. U bölünsün epsilon. U'muz neçədir? 5-dir. Epsilonumuz isə 8-dir. Vururuq 100%. Baxın bu şəkildə uşaqlar. Daha sonra hansı suallarımız var? Məsələn, 26-cı sualda deyir ki, i'nin evdən asılığı biz dedik ki, tərs asılıqdır müəyyən qiymətdən. Daha sonra 28-ci sual eyni bayaqki sualdandır. Burada i'lərin nisbətini istəyiriksə, biz mütləq şəkildə epsilonları və kiçik yerlərini deməli, nəzərə almalıyıq. 30-cu sualda ümumi evi tapırıq. Ümumi evi tapandan sonra i bərabərdir. Epsilon bölünsün ev plus ev yazırıq və s. və ilaxır. Baxın, suallarda hamısı bundan baxıldı. Məsələn, 45-ci suala baxsaq, dövrə 2 vəziyyətində olanda deməli açıqdır. 2 açıq deməkdir. Açıq. Uşaqlar, açıq olanda nəyi ölçəcək? Epsilonu ölçəcək. Epsilonumuz da 8-dir. 2 vəziyyətində deməli 8 olacaq. Bir vəziyyəti isə qapalı deməkdir. Qapalı olanda isə u'nu ölçəcək. Onda u'nun düsturunu yazarıq. Epsilon ev bölünsün, ev plus ev şəklində hesablayarsınız. Buradan da bir vəziyyətində neçə olduğunu tapmaq, aydın şəkildə tapmaq olar.